Bizə rock musiqisi lazımdırmı? Lazımdırsa niyə görə lazımdır? Lazım deyilsə niyə görə lazım deyil? İnsanların hərəsində öz fikri var. Yəni insanlar bu rock musiqisindən həzz alır deyə onlara qulaq asır. Yəni amma rock musiqisinin ümumi belə bir həyat tərzi yoxdur. Şəxsən mən qulaq asmıram, bir mənim də görmürəm. Dinləyən üçün lazımdır, dinləməyən üçün lazım deyil yəni. Sizin üçün yəni? Mən dinləyirəm, yəni türk və rus rockunu dinləyirəm, amma lap da belə hard rocka getmirik. Yəni orta vaxt belə normal, yəni digər janrlardan da sevdiyim ifalar olur. Rockdan da sevdiyim, sevmədiyim var. Yəni standart xüsusi fərqləndirməzdim. Düzdür, fərqli nüansları var, amma indi yəqin onun musiqiçilər daha yaxşı bilər də herhalde. Как бы у каждого человека свой вкус. И есть, допустим, как бы разные жанры музыки, да. Есть люди, которые любят рок, есть как бы жесткий рок и так далее. Но если как бы нам нужен рок только потому, что это человека успокаивает. Как бы если человек любит рок, это его успокаивает. Если нет, то раздражает. И как бы рок только для этого нужен, чтобы наслаждаться. Mən fikirləşirəm ki, lazımdır. Çünki necə deyim, rock musiqisində öz qulaqçısı da var, həm də öz keyf verir adamın belə qulağı dinlədirsə. Var ki, mən cazı sevirəm və bluzu sevirəm, amma mən rock da sevirəm. Heç olmaz ki, öz ölkəmizdə də belə rock grupu olsun. Bizdə rock grupu var idi, yuxu grupu. Bax, mən ona qulaq asırdım, çox hoşuma gəldi. Ona görə bizdə olsa pis olmaz idi, mən fikirləşirəm. Bizə bunu deyə bilərəm ki, yəni bu işlədiyimiz mahnılar ki var, yəni hamıya məsəl bilərəm, yəni belə mahnılar, yəni cavan belə gitaristlər ki yoxdur, öz adı, amma rock var idi. Yəni mən anlaşım yəni belədir. Milli musiqi hamısına yaxşıdır. Rock musiqisi lazım deyil. Lazım deyil. Bəli, lazımdır. Çünki rock musiqisi gənclərdə, yəni ki, kreativlik yaradır. Həm də sakitləşdirir. Yəni ki, o məndə sakitləşdirir ki, o kreativlik yaradaraq gəncləri öz arzularına doğru aparır. Və bu hamısı gəncləri xoşbəxt edir. Məncə hər bir insan rock musiqisini sevməlidir. Çünki rock musiqisi insanlara həqiqətən də öz fikirlərinə doğru getməklərinə uyğun aparır, belə deyək. Hərənin bir zövqü var, yəni kimsə bəyənə bilər, kimsə bəyənməyə bilməz. Lazım olana lazımdır. Sizin fikrinizcə lazımdırmı? Lazımdır əlbəttə ki. Məncə hər musiqi növü lazımdır. Çünki hər insan ayrı-ayrı musiqi növlərindən zövq alır. Məsəl üçün mən rock musiqisindən zövq almıram, amma zövq alan insanlar var, tanışlarım da var. Ona görə məncə lazımdır Azərbaycan rock musiqisi. Да, естественно, она нужна, потому что это очень такая древняя как бы группа музыки, и я считаю, что это очень красивая музыка, и будет отлично, если она будет развиваться в нашей стране. Ümumiyyətlə mən musiqini sevmirəm, amma qulaq asmağı sevirəm. Əgər biz Azərbaycandayıqsa, öz mahnılarımız bizə kifayət edir, rockları yox. Rock musiqisi belə lazım deyil özümüzə. Belə qulaq asdığımızda meyxanadır, belə repdir, belə bir şeylərdir. Rock musiqisi bəlkə başqa ölkələrdən gələnlər burada yaşayır, onlara ləzzət edir, klub zad açırlar, belə fəallaşdırırlar da, belə dinləyicisi deyiləm rock. Qulağım ağrıyır onlara qulaq asam, belə bir şey. Я думаю, что ничего не нужно вообще, но почему бы нет, если кому-то нравится. Hərənin öz zövqü var, yəni hərə də öz zövqünə görə musiqi dinləməyi bacarmalıdır. Sizə görə yəni? Mənə görə normal, mən özüm də roka qulaq asıram. Лично мне рок-музыка не нужна, потому что я слушаю другой жанр музыки, но смотря на то, сколько фанатов рока, рок нужен им. Я думаю, рок нужен нашему миру, да. Əgər həvəskarlardırsa, əgər sevirlərsə lazımdır. Şəxsən mən istəmirəm, mən rockdan maraqlanmıram, ona görə lazım deyil.